Dedim, ağlının və cəsarətinin haqqını verməyən insan böyüyənməz. Baxın, cəhalətlə savaşmayan insan böyümez. Peyğəmbərlər kimdir deyirsiniz, cəhalətlə savaşırlar. Bax, adi bir şey deyim də, necə inşa bax. Nədən Quran-ı Kerim oxu əmri ilə başlayır? Bir, insana deyir ki, ey insan, səndən böyük düşmənin cəhalətdir. Baxın, Qurandan öncə heç bir kitab oxu əmri ilə başlamayır. Bismillah, ikra, bismi rabbikəl-ləzi xələq, xələqəl insana min aləq. Allah deyir ki, oxu. Nədən Quran oxu əmri ilə başlayır? Acaba biz bunu düşündük mü? Oxuduq mu? Özü də Allah orada Quran oxu deməyib, oxu deyir. Hər şey oxu. Duyğularını oxu. Fərq et özünü. Ailəni oxu, cəmiyyət oxu, dünyanı oxu, siyasət oxu, əxlaq oxu. Hər şeyi oxu deyir. Amma necə oxu? Bismi rabbikəl-ləzi, Allahın adıyla oxu. Allahın adıyla oxumaq nə deməkdir? Allahın adıyla oxumaq insana deyir ki, oxumaq həqiqət arayışıdır. Oxumağın məqsədi, təhsilin məqsədi, sevinç çıxın, karyera deyil. Universitet qutaracam, Mercedesim olacaq, evim olacaq, yaxşı pul qazanacaq. Təhsilin məqsədi bu deyil. Təhsilin məqsədi insanla həqiqət arasındakı pərdələri götürməkdir. Allahın adıyla oxumaq bu deməkdir. Ey insan, həqiqət adlı bir dərdin olsun. Həqiqət adlı bir davan olsun. Həqiqət adlı bir mücadilən olsun. Və o deyir ki, bu həqiqət adlı mücadiləndə də sənin edəcəyin şey oxumadan bunu əldə edəməzsin. Cahil cəsarət olar. Əsla edə bilməzsən deyir. Bax, təhsil və elmin hökmü buradadır, Sevinç xanım. Təhsil və elmə Allahın verdiyi dəyəri verməsək, biz inkişaf edə bilmərik. Baxın, kəşf sözü ilə, kəşəfə sözüdür ərəbcə, inkişaf sözü eyni kökdəndir. Kəşf olmasa inkişaf olar mı? Bəs kəşf necə olacaq? Oxumaqla olacaq. Baxın, bugün dünyanı idarə edənlər, hətta bu elmi də şərə çevirənlər nəyin hesabını önə gediblər? Nədən biz idarə edirlər? Baxın, Amerika bugün bəyənsəniz də bəyənməsin də, universitetlərin üzərində qurulur. İldə 100.000 adam alır. Dünyadakı bütün ağıllı, istedadlı uşaqların hamısını yığıb aparır oraya. Sənin beyin köçünü aparır, özünə xidmət elətdirir. Çünki elm bu qədər. Allah nə deyir? Oxu deyir. Birinci nə dedi? Ey insan, sənin bir düşmənin var, o da cəhalətdir. 2. İnsana deyir ki, oxu əmri deyir ki, Allahın adıyla oxu, həqiqəti axtar. Elmin, təhsilin məqsədi karyera deyil, həqiqət axtarışıdır. Allah 3. Deyir ki, Allah yaratdığı hər varlığın içində bir elm var. Çiçəyin içində bir elm var, gid onu kəşf edin. Suyun içində elm var, ağaçda elm var, bulutda elm var. Fizika bunun üçündür. Baxın, fizikada Allahın ayəsidir. Biyologiyada Allahın ayəsidir. Televiziya eşiyinə məşğul olmaq da Allahın ayəsidir. İbadət sadəcə namaz qılmaq deyil. Elm öyrənmək ibadətdir, xeyri yağmaq ibadətdir, xoş söz söyləmək ibadətdir, halal qazanmaq ibadətdir, salam vermək ibadətdir, bir qızın ərə getməsinin yolunu açmaq ibadətdir, cehizi yoxsa onu cehizlə alıb yola salmaq ibadətdir, xəstə ziyarəti ibadətdir, bir müəllim uşaqların qəlbinə həm elmi, həm də sevgini, mərhəməti qoyursa ibadətdir, bir valideyn öz uşaqlarını halal dolandırıb onları qanatları altına alıb mərhəmətlə, şəfqətlə, sevgi ilə böyüdürsə ibadətdir. Baxın, insanın psixoloji gücü var, sevirsiniz. İman psixoloji gücdür.